Dostlar, hər birinizi xoş gördük kanalımda bugün. Hər kəsi buradan ümumi şəkildə salamlayacağım. Çünki proqram hazırlaya bilməmişəm. Ancaq ki, çatdırıb dərsi çəkmişəm uşaqlar. Vaxtım qəti şəkildə yoxdur. Amma gələn dərsimizdə, yəni sözüm üzərində dururam. Həmin şeyi təşkil edəcəm. Adəti üzrə dərsimizi izah edəcəm. Birbaşa dərsə keçək. Bilirəm ki, çox ara vermiş oldum. Bəlkə də bir çoxlarınız bu dərsləri keçib artıq getmişsiniz. Deməli, şirkətlərin sosial həyatdakı rolu səhifə olacaq 56 və 57. 56, hə, bir şeydir, yəni bir dərsdir. Şirkətlərin sosial həyatdakı rolu. Azərbaycan cəmiyyətinin həyatda fəal iştirak edən və çox sayda insanların çalışdıqları iş yerlərindən biri Dövlət Neft Şirkəti, yəni SOCAR-dır. Və əminəm ki, yəni SOCAR haqqında çox şey bilirsiniz və Dövlət Neft Şirkəti olduğunu, Azərbaycana aid olan bir neft şirkəti olduğunu da bilirsiniz. SOCAR neftinin çıxarılması, daşınması, emalı və istehlakı sahəsində fəaliyyət göstərən dövlət şirkətidir. Deməli, SOCAR şirkəti təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində. Əgər siz həqiqətən də başqa ölkələrdə səyahətdə olmusunuzsa, mütləq SOCAR şirkətinin orada filiallarını görə bilərsiniz. SOCAR-a məxsus yanacaq doldurma məntəqələri bir çox ölkələrdə, İsveçrədə, Avstriyada, Rumeniyada, Gürcüstanda, Türkiyədə, Ukraynada mövcuddur. Bu məntəqələrdə Azərbaycanlı işçilər çalışırlar. Mən görmüşəm şəxsən. Düzdür, xarici işçilər də çalışır. Azərbaycanlılar da ancaq tam olaraq, yəni yalnız Azərbaycanlılar çalışır deyə bilmərik. Hazırda SOCAR-da 50 min nəfərə yaxın işçi çalışır. İşçilərin təhlükəsizliyi də qorunur. Şirkət ölkədə həyata keçirilən sosial yönümlü tədbirlərdə yaxından iştirak edir. Azərbaycan cəmiyyətində SOCAR-ın bu fəaliyyəti müsbət qarşılanır. Baxın, gördüyünüz kimi şəkildə də SOCAR işçiləri ekoloji tədbirdə. Dərsimiz çox qısa. Baxın, İsveçrədə SOCAR-a aid yanacaq doldurma məntəqəsi. Görürsünüz. Və belə şeylərini həqiqətən görəndə adam fəxr eləyir. Sanki yad bir ərazidə öz qohumunu, tanışını görmüş olursan. İşçilər xarici olsa belə SOCAR sizə məxsus olduğu, yəni bizə məxsus olduğu üçün çox fəxr edirik və daha isti gəlir insana. Yaxın gəlir. Gəlin indi suallarımızın cavablandıraq. Deməli, birinci sualda A şəklində neftçilərin geyimini və iş şəraitini şərh edin. Neftçilər dəniz üzərində salınmış estakadada işləyirlər. Arxa fonda nə görürük? Biz dəniz platformasını görürük və burada dənizdən çıxarılan neft xüsusi qurğular vasitəsilə çənlərə toplanılır. Neftçilərin uniformada olması, yəni xüsusi geyimdə olması iş mühitinin ciddi olduğunu göstərir. Geyimin qırmızı rəngdə olması bəs mənası nədir? Əlbəttə ki, təhlükə anında qırmızı rəng kənardan çox aydın görünür. Ona görə də təhlükə anında bu onlara kömək eləmiş olur. Bu baxımdan da neftçilərin geyimi qırmızı rəngdə təsvir olunur. İkinci sualda B şəklinə əsasən xarici ölkələrdə SOCAR-ın yanacaq doldurma məntəqəsinin görüşünü və dizaynını şərh edin. SOCAR-a məxsus yanacaq doldurma məntəqəsi təkcə ölkə daxilində deyil, bayaq dediyimiz kimi dünyanın bir çox ölkələrində vardır. Hətta hansı ölkələrdə var, mətndə bayaq adlarını da çəkdik. Onlara əsasən eyni dizayn verilmişdi. Bu ölkələrin təbliğ edilməsi baxımından dəyərli ölkənin təbliğ edilməsi, yəni Azərbaycanın təbliğ edilməsi baxımından bizə məxsus bir neft şirkətinin olduğunu bildirmək baxımından dəyərlidir. Azərbaycan Respublikasının bayrağının rəngləri və ortada 3 alov dilimində verilmişdir. Gördüyünüz kimi bu isə Odlar Yurdu Azərbaycanı təmsil edir. Bunun bir çoxlarınız mənasını bilirsiniz. O alov dilimləri hətta bu şəkildə binada var. Alov qülləsi də var şəhərimizdə, bilirsiniz. Və deməli mənası nə oldu? Odlar Yurdu Azərbaycanı təmsil etdi. Üçüncü sualda deməli SOCAR-ın ölkəmizi bütün dünyada tanıtmasında rolunu qiymətləndirin. Bunlar əslində şəxsi fikirlərinizi söyləyə bilərsiniz, dərsdən də nümunə götürə bilərsiniz, köməklik ala bilərsiniz. Belə də yəni mən deyənləri də yazmaq mümkündür, ancaq çalışın öz bildiklərinizi. Bunu hər dərs qeyd edirəm ki, mənim də içim rahat olsun ki, siz çalışın, məndən yox, öz bildiklərinizi yazın, sadəcə mənim videolarıma baxmaqla doğruluğuna əmin olun. Deməli, xarici ölkələrdə Türkiyədə, Gürcüstanda, xüsusilə Şengen vizasının tətbiq edildiyi Avropa ölkələrində SOCAR-a məxsus yanacaq doldurma məntəqələrinin tanınma nişanları ölkənin rəmzlərini təmsil edir. Vətəndaşlar öz ölkələri ilə Azərbaycan arasında dostluq və ticarət əlaqələrinin, bu ölkələrə gələn turistlər isə dizayn vasitəsilə Azərbaycanın beynəlxalq əlaqələrinin güclü olduğunu müəyyən edə bilirlər.
bu şəkildə də yaza bilərsiniz. Qısa formada nə istəsəniz, yəni demirəm, mövzudan kənarı, sırf mövzuya aid ancaq yəni fərqli fikirlərinizi yaza bilərsiniz. Dördüncü sualımızda C şəklində SOCAR işçilərinin hansı layihədə iştirak etdiyini müəyyən edin və bu tədbirin önəmini izah edin. Təbii ki, çox önəmlidir. Bu barədə qısa məlumat yazsam da, yəni bu barədə çox şey danışmaq olar. SOCAR ölkədə həyata keçirilən əksər tədbirlərdə yaxından iştirak edir. Yarışlara, oyunlara, komandalara sponsorluq edir və şəkildə ağac əkmə tədbiri keçirilir. Gördüyünüz kimi hər il keçirilən bir tədbirdir və SOCAR işçiləri, yəni yalnız neft çıxaran bir şirkət deyil SOCAR. Sırf gördüyünüz kimi ağac əkmə tədbirində iştirak edir. Ətraf mühitin yaşıllaşdırılmasına öz töhfələrini verirlər və bununla da yəni ölkəni həm ölkəyə xeyir vermiş olurlar, həm insanlara belə deyək də maarifləndirici bir tədbirdir. Hər birimiz onlardan görüb dərs götürməliyik, onlardan görüb həmin hərəkətləri etməliyik ki, həqiqətən də öz ölkəmizi qorumaq üçün, ölkəmizə dəyər verdiyimiz üçün bunları etməliyik. Həm öz gələcəyimiz üçün, həm ölkəmiz üçün bunu mütləq etməliyik uşaqlar. Növbəti sualımıza baxaq. Səhv eləmirəmsə sonuncu sual olmalıdır. Bəli, sonuncu sualımızdır. Gəlin izahına baxaq. SOCAR-ın sosial yönümlü fəaliyyətinə dair məlumatları müzakirə edin. Sosial yönümlü. Deməli, birincisi təhsil və elm inkişafına dəstək. SOCAR müxtəlif təqaüd proqramları həyata keçirir. Məsələn, SOCAR təqaüd proqramı neft və sənaye sahələrində ixtisaslaşmış kadrların hazırlanmasına dəstək verir. Bakı Ali Neft Məktəbinin qısaltılmış forması mötərizədə yaradılmasına və inkişafına töhfə verib. Həmçinin, deməli, yəni bu birinci hissə idi. Həmçinin idmanın və sağlam həyat tərzinin təbliği, Neftçi İdman Klubu və digər idman layihələrinə sponsorluq edir. Bu barədə də çox şey yazmaq olar, yalnız bununla bitmir. Ancaq ən önəmlisi təhsil, elmin inkişafına dəstəkdir. SOCAR müxtəlif təqaüd proqramları həyata keçirdi. Bir də nə etdi? Neft və sənaye sahələrinin ixtisaslaşmış kadrları hazırlanmasına dəstək verdi. Yəni, həmin kadrların hazırlanması elə təhsil, elm sayəsində inkişafa dəstək sayılır. Həmçinin də deməli, insanların sağlamlığı, sağlam həyat tərzinin təbliği, idmanın təbliği, idman klubu və digər idman layihələrinə sponsorluq edir. Neftçi İdman Klubu. Bəli, Neftçi İdman Klubu və digər idman layihələrinə sponsorluq edir. Dərsimiz bununla kifayətləndi. 5 sualı idi, çox asan dərs idi, qısa bir bölmə idi. Yenə deyirəm, dərsimizi çox uzatdığımız üçün, arada məsafə verdiyimiz üçün inanıram ki, məni hər biriniz anlayırsınız. Kanalıma abunə olmağı unutmayın. Abunə olanlar isə abunə olanların hər birinə xüsusi təşəkkürlərimi bildirirəm. Gələn dərsimizdə inşallah ki, görüşmək ümidi ilə. Sağ olun.